Sizlərə linear funksiyalar, yəni xətti funksiyalar mövzusuna aid ən önəmli sual tiplərindən birini izah edəcəm. Mart 2024 imtahanlarına düşüb bu sual. Eyni zamanda digər imtahanlarda da geniş istifadə olunur və deyə bilərik ki, hər imtahanda bu tipli sual tipindən istifadə olunur. Ona görə də bu sualın həllini biz mütləq şəkildə bilməliyik. Burada deyir, the function f gives the temperature in degree Fahrenheit that corresponds to x Kelvin. Deməli, f bizdə Fahrenheitdir, x isə Kelvindir. Bu Kelvinin Fahrenheitə çevrilməsi formulasıdır. Bizə deyir ki, if a temperature is increased by 1170 Kelvin, by how much did the temperature increase in degree Fahrenheit? Bir Kelvinlə temperaturumuz 1170 artsa, Fahrenheitlə nə qədər artacaq? Ümumiyyətlə, biz yadda saxlayırıq ki, slope bir unitə düşən increase və ya decrease deməkdir. Yəni, istənilən linear functionda x1 artanda y-dəki, yəni fx-dəki dəyişim slope verir. Deməli, burada x1 artanda x bizdə Kelvin idi. Kelvin 1 artanda fx-imiz, yəni Fahrenheitimiz 5-də 9 artır. Bəs x-imiz 1170 artanda Fahrenheitimiz nə qədər artacaq? Bu tənliyi həll etməklə f olacaq 9 over 5 multiplied 11.70. Biz rahatlıqla sualımızı cavablamış oluruq. Deməli, increase-decrease suallarında biz həmişə slopedan istifadə edirik. x1 artanda fx-in necə dəyişəcəyi slopedur. Əgər slope müsbətdirsə, bu demək ki, x1 artanda fx slope qədər artır. Slope mənfidirsə, bu demək ki, x1 artanda fx-imiz slope qədər azalır. İndi biz hesablama hissəsini Desmosun köməyi ilə rahatlıqla edə bilərik. Ümumiyyətlə, məsləhət görürəm ki, bütün calculation hissələrini kalkulyatorun köməkliyi ilə həll edəsiniz. Alaca 21.06. Deməli, sualımızın cavabı oldu 21.06.